Gördüyünüz bu yer Yasamal rayonu İnşaatçılar metrosunun Abbas Mirzə Şərifzadə küçəsinin ərazisində yerləşir. Dövlət yol polisinin keçirdiyi reydlərə baxmayaraq, burada hələ də qanunsuz parkovka fəaliyyət göstərir. Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir. Bəli, gördüyünüz bu yazı Bakı Nəqliyyat Agentliyi tərəfindən yerləşdirilib. Amma buna baxmayaraq, vətəndaşlar öz avtomobillərini park edən zaman onlardan müəyyən məbləğdə pul tələb olunur. Bəs əlaqədar qurumun yazısına məhəl qoymayan bu dırnaqarası qəhrəmanlar kimdir? Sürücülərdən 15, 20, 25 və 30 manat civarında pul tələb edən bu şəxslər əsasən axşam saat 17:00-dan sonra görünməyə başlayırlar. Sakinlər deyir ki, cibimizdən çıxan pulu bilmirik ki, bələdiyyələrə, yoxsa sahibkarlara köçürürük. Bildiyimiz bir şey var ki, bu pul bizdən gedir. Onların fikrincə bu pullar hansısa idarə tərəfindən yığılır. Əraziyə nəzarət edən əməkdaşın sözlərinə görə avtomobillərini park edən sürücülərlə yanaşı ondan da pul tələb edirlər. Pulu verməkdən boyun qaçırdığı təqdirdə isə ona zor tətbiq ediblər. Tökülüşlər üstümə girir. Məndən pul istəyirlər. Gündəlik 15 manat deyirlər, haqq verməlisən. Dedim, nə səbəbə vermirəm. Dedi, o nə demək ki, 30 saat. Dedim, 30 saat dərəm, mən evimə, ailəm, uşağım var yenə. Uşağa baxıram. Burada məni yıxdılar, yerə taftaladılar məni. Buradan qolum çıxmışdı, bu qolum çıxmışdı yenə. Gətirirlər, orada bir dənə kişi var yolun o üzündə. Gündəlik 20-25 manat parkovka pulu alır. Təhlükəsizlik əməkdaşı onu da bildirdi ki, hansı qurumun əməkdaşı olduqları bilinməyən həmin pul yığan şəxslər bir neçə dəfə dövlət yol polisi əməkdaşları tərəfindən uzaqlaşdırılsa da, onlar yenə öz qanunsuz əməllərini görməyə davam edir. Düzgün olunmayan park etmə şəhərin vizual görünüşünə xələl gətirməklə yanaşı digər avtomobillərin hərəkətinə maneçilik törədir. Görünən odur ki, kimliyi bəlli olmayan bu şəxslərə aidiyyatı qurumlar tərəfindən nəzarət edilməsə, özbaşınalıq yenə davam edəcək. Zeynəb Nadirova, Avrasiya gündəliyi.